Vaxt var idi, yanınıza gəldi, yəni ki, 1 manat 50 qəpiyə gedirdik və taksidən danışacaq. Bu sektorda tez-tez bu qiymət siyasətində volatillik hökm sürür. Az məsafəyə baha, uzaq məsafəyə isə yaxındakı kimi eyni qiymət. Bəli, tez-tez bu sektorda xidmət keyfiyyətinin artırılması üçün lisenziyaların verilməsi olsun, avtomobillərin rəngi ilə bağlı qaydalar olsun və s. bu kimi addımlar atılsa da narazılıqlar hələ də var. Ya sərnişin, ya da elə sürücü göstərilən bir xidmətin tam olmadığı qənaətindədir. İndi isə sərnişinləri daha çox narahat edən bir məsələdən danışacağıq, qiymət məsələsindən danışacağıq. Uzaq yolun ucuz, yaxın məsafənin isə baha və ya eyni qiymətə başa gəlməsindən Ayşə Rızayeva danışacaq. Gəlin baxaq. Buradan inşaatçılara gedirsən, 2 astanovkadır, eyni qiymət, amma Xırdalan aradır, eyni qiymət. Əlbəttə fərq çoxdur. Hər kəsin öz qiyməti olmalıdır. 2 astanovka ucuz, biraz Xırdalan isə baha. Birdən görsən yaxın məsafəndə 4 manata gedir, ondan uzaq məsafəndə 4 manata gedir. Olur, belə şeylər bəzən olur. Stabil bir qiymət olsa daha yaxşı olar da. Bilərsən ki, 5 manat oradır, 4 manat kim nə gəldi deyir də. O da ki, cəmaat imkanı çatmır. Uzaq yolun ucuz, yaxın məsafənin isə baha və ya eyni qiymətə başa gəlməsi sərnişinlərin narazılığına səbəb olur. Fərqli məsafələr üçün eyni tarifin tətbiqi xüsusilə son dövrlər taksi xidmətlərinin qiymət siyasəti ilə bağlı suallar yaradır. Sürücülər isə bunu müəyyən səbəblərlə əlaqələndirirlər. Həmçinin onlar hazırki qiymətlərin sərfəli olmadığını deyirlər. Qiymətlər tıxacda dəyişilir, bir də pik saatlarda dəyişilir. Adi vaxtda, amma ucuz olur. Hava şəraiti bir qışda olur, bir də ki, harada tələbatçı çoxdursa orada şey olur. Qiymət ucuz, çox ucuzdur. Hamımız ondan narazıyıq, şikayətçiyik. Bəs yaxına da uzağa da eyni qiymətin çıxmasına necə? O pik saat olanda ona görə el olur. Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, taksi qiymətləri bugün sərbəst bazar rejimində tənzimlənir. Ona görə də bir qədər pərakəndəlik müşahidə olunur. Ekspert həmçinin qeyd elədi ki, bu sahədə tənzimləmələrin olmasına ehtiyac var. Təklifim budur ki, taksi fəaliyyəti ilə bağlı qiymət məsələsində hansısa formada tənzimlənmə olmalıdır. Yəni kilometrə görə aşağı və yuxarı hədd, günün saatlarına görə, pik saatlara görə, qarlı yağışlı havaya görə, bayram günlərinə nisbətdə müəyyən bir qiymət forması hazırlanmalıdır ki, bu cür narazılıqlar aradan qalxsın. Hələlik bu olmadığına görə şirkətlər də belə deyək də, yolun vəziyyətinə uyğun qiymət müəyyənləşdirir. Bunun orta həddini hələ ki tapan yoxdur. Bax, biz də istəyirik ki, bu orta hədd tapılsın və bu narazılıqlar da aradan qalxsın. Qiymətlərin nəyə görə tənzimləndiyini öyrənmək üçün daşıyıcı şirkətlə əlaqə saxladıq. Bildirildi ki, sifariş olunan səfərlər üzrə qiymətlərin formalaşmasına bir neçə amil təsir göstərir. Bunlara tələbatın səviyyəsi, günün saatı, yol şəraiti və tıxaclar, ərazidə mövcud sürücülərin sayı, marşrut üzrə vaxt itkisi və səfərin ümumi müddəti daxildir. Dinamik qiymət mexanizmi sürücülər üçün ədalətli qazancı təmin etməyi və sərnişinlər üçün xidmətin fasiləsiz və əlçatan qalmasını hədəfləyir. Bəli. Bu taksi sahəsində vaxt var idi, yanınıza gəldi, yəni ki, 1 manat 50 qəpiyə gedirdik və s. və ilaxır. Onda sürücülər narazıdır. Mən görürəm ki, sürücülərin bəziləri yenə də narazıdır. Artıq nədən Məncə bu elə məsələdir ki, həm sürücü həmişə narazı olur burada, həm də sərnişin narazı olur. Təbii ki, qiymət məsələsində o pik saatlar da çox önəmlidir, yağışlı hava. Tələb təklif məsələsi var. Yəni hər şeydə özünün yəni olmalı forması var. Çünki bu artımın yuxarı həddi, həm də orada ekspert də qeyd elədi ki, müəyyən nizam amma mütləq olmalıdır. Çünki baha qiymət ola bilər, amma məsələn pik saatda qiymətin 2 dəfə artıq olması bir qədər ədalətsizlikdir. Bir qədər, yəni sadə məntiqdir. Yəni uzaq məsafəyə bu qiymət, yaxın məsafə, necə ki avtobuslar tək şəhər daxili 60 qəpiyə işləyirsən, indi bəzi ərazilər uzaq məsafədə Bakı kəndləri olsun, Sumqayıt şəhəri olsun və Saray qəsəbəsi olsun, Abşeron yarımadasının, orada isə digər fərqli qiymət. Yəni burada sadə məntiq var. Yəni bunu siz nə demək istəyir? Yəni müştəri, sərnişin bunu qiymətləndirmə kimi bir iqtidarında deyil, qiymətləndirmə bacarığı da yoxdur təbii ki. Sadəcə proqramın üzərinə atırlar ki, proqram tutaq ki, inşaatçılar metrosunun ərazisində tutaq ki, tələbat yüksəkdir, proqram özündən avtomatik olaraq bir qiymət çıxarır. Mən ora Qaraçuxurdan da ora gəlsəm, eyni qiymətə gələcəm. Siz Elmlər Akademiyasının inşaatçılar metrosuna da gəlsəz eyni qiymətə gələcəksiniz. Yəni proqram bunu öz-özlüyündə təmin edir və bilmirəm ki, o proqramın da hələ standartlara cavab verirmi? Ümumiyyətlə o proqramın lisenziyası da buna uyğunlaşdırılıbmı? Sinxronizasiya gedibmi? Burada bu suallar da var ki, yəni o da sadə bir məntiq olmalı. Yəni X kilometrə qədər bu qədər, oradan Y kilometrə qədər də bu qədər olmalıdır. Yəni platformanın özündə o qədər şəffaf olmalıdır ki, yəni sərnişin müraciət edəndə bilsin qiymət artımı nəyə görədir, hansı kilometraja görədir. Ümumiyyətlə, keyfiyyətə görə də qiymət arta bilər. Alternativ seçimlər ola bilər. Məsələn, tutaq ki, sürücünün qiymətləndirilməsi yuxarı olanda da qiymət baha ola bilər və yaxud da avtomobilin təzə olmağına görə komfort məsələləri var. Təbii ki, belə bir əslində
təklif demək istəyərdim. Bilmirəm nə dərəcədə düzgün olar. Məsələn, müəyyən sosial yerlər, tutaq ki, xəstəxana olsun, məktəb olsun, metro üzrə marşrutlarda bir qədər endirim və yaxud da sabit qiymət ola bilərmi sizcə? Necə düşünürsünüz? Maraqlı təklifdir. Ancaq bizdə taksi şirkətləri, həmin o tətbiqlərdə, platformalar nə edirlər? Elə metro ərazilərinə daha çox qiymət siyasətində yəni belə olsa taksi demək olar ki, ictimai nəqliyyatın bir alternativinə çevrilə bilər. İctimai nəqliyyatın bax elə problem də orasındadır ki, taksi sektoru bizdə ictimai nəqliyyatın bir parçası olmadığı təqdirdə bax belə problemlər, belə problemlərlə taksi həmişə komfort nəqliyyat sayılır. Amma belə olsa bu cür artıq ictimai nəqliyyatın yəni mən biləcəm ki, 5 kilometrlik yola nə qədər pul xərcləyəcəm. Çünki taksi ictimai nəqliyyatın bir parçası oldu da dövlət tərəfindən bu sahəyə hansısa bir formada indi brutto müqavilələr və s. ictimai nəqliyyatda tətbiq olunur, onlara da sirayət olunursa, mən biləcəm ki, yəni 5 kilometr yola mən nə qədər pul xərcləyəcəm və yaxud da taksometr var. Oturdum, X yerdə A məntəqəsinə, B məntəqəsinə gedəcəm, taksometr nə qədər yazıbsa, mən onun pulunu ödəməliyəm. Yəni burada başqa bir atom parçalamaya da ehtiyac yoxdur, mən deyə düşünürəm. Bəli, davam edirik hörmətli tamaşaçılar. Əslində bu məsələ çox uzun müzakirə oluna bilər, çünki məqamlar həqiqətən çoxdur.